Salam uşaqlar. Bugün iki məsələnin isbatından danışacağıq. 1. Koşu bərabərsizliyi. 2 isə koşu bərabərsizliyindən istifadə edərək x topla 1 bölü x funksiyasının qiymətlər çoxluğundan. Koşu bərabərsizliyin isbatı əslində o qədər də çətin deyil. Deməli, nə edirik? Şərti əvvəl oxuyaq. Deyir ki, mənfi olmayan A və B ədədləri üçün, yəni A böyük bərabərdir 0, bir də B böyük bərabərdir 0 şərtini qəbul edirik ilk. Bu ədədlər üçün bu bərabərsizliyi isbat edək. İndi birincisi, mənfi olmayan ədədləri kökün içərisində yaza bilərəm. Kök altda A çıxılsın kök altda B-nin mötərizə kvadratı 0-dan böyük bərabərdir. Hardan bu nəticəyə gəldim desəz, soruşsaz. Əslində bu verilən koşu bərabərsizliyini hər tərəfini 2-yə vursam, sonra ədədləri bir tərəfə keçirtsəm, tam kvadrat ayırsam da bu nəticəyə gəlirəm. Amma əsas biz bunu fokuslanmalıyıq doğru nəticə olub olmadığına. Yəni bu yazdığım şey doğru bir şeydirmi? Bəli, doğru bir şeydir. Çünki nəyinsə kvadratı həmişə böyük bərabər 0 olmalıdır. Mənfi ola bilməz. Yəni bu doğru yazdığım şeydən hesablaya gəlib koşu bərabərsizliyini alsam, demək koşu bərabərsizliyi də doğrudur deyə bilərəm. İndi bura qayıdaq. Kök altda A çıxılsın kök altda B-nin mötərizə kvadratı böyük bərabər 0. Bu doğru bir bərabərsizlikdir. Müxtəsər vurma üsulu ilə bunu açıram. Kök altda A-nın kvadratı A çıxılsın 2 kök altında AB üstə gəlinsin. Kök altda B-nin kvadratı, yəni B böyük bərabərdir 0. Çıx 2 kökdə AB-ni bərabərsizliyin sağ tərəfinə keçirtsəm, nə olur? A üstə gəlsin B böyük bərabərdir 2 kök altında AB. Sonra isə bərabərsizliyin hər tərəfini 2-yə bölsəm, nə almış oluram? A üstə gəl B bölünsün 2 böyük bərabərdir kök altında AB. Deməli nəymiş? Mənfi olmayan ədədlər üçün, mənfi olmayan 2 ədəd üçün ədədi orta həndəsi ortadan böyük bərabərdir. Ya da bu düsturu, bu qaydan belə deyə bilərik ki, 2 ədədin, 2 dənə mənfi olmayan ədədin ədədi ortası onların həndəsi ortasından kiçik deyil. Ya bərabər ola bilər, ya da böyük olmalıdır. Bərabər olma halı nə vaxt olar deyə soruşsaz, məsəl üçün bu ifadə, bu verilən ifadə nə vaxt 0-a bərabər ola bilir? A ilə B bir-birinə bərabər olsa, düzdürmü? Deməli, A ilə B-nin bir-birinə bərabər olduğu variantda ədədi ortanın həndəsi orta bir-birinə bərabər olur. Məsəl üçün 6 ilə 6 ədədinin, məsəl üçün 6 və 6 ədədinin ədədi ortası nə eləyir? 6 eləyir. Həndəsi ortası da 6 eləyir. Böl 2 yazmalıydım burada. Bu yazdıqlarımla Koşi bərabərsizliyini isbat etmiş olduq. İndi keçək ikinci məsələyə. X toplansın 1 bölü x ədədinin, x toplansın 1 bölü x funksiyasının qiymətlər çoxluğunu tapmalıyıq. İndi burada 2 dənə şərt qəbul etməliyəm. 1. X 0-dan böyük olsa, qiymətlər çoxluğu nə olar? X 0-dan kiçik olsa, qiymətlər çoxluğu nə olar? Niyə belə qəbul edirəm? Çünki, məsəl üçün, heç bunu nəzərə almadan, heç bunlara tutaq ki, baxmadan, dedik ki, gəlin Koşi teoremini, Koşi bərabərsizliyini burada tətbiq edək. Onda deyəcək ki, x üstə gəlinsin 1 bölü x böyük bərabərdir. Yəni, bayaq nə dedik? Bunun belə versiyasına da baxdıqda A üstə gəl B böyük bərabərdir 2 kök altında AB. İndi x topla 1 bölü x böyük bərabərdir 2 kök altında x vurulsun 1 bölü x. Nə olur? X toplansın 1 bölü x böyük bərabərdir 2 olmuş olur. İndi bunun bu hissəsini almış oluruq biz 2-dən müsbət sonsuzluğa. Amma Koşi teoremi, Koşi bərabərsizliyi ancaq müsbət ədədlər üçün ya da mənfi olmayan ədədlər üçün keçərlidir axı. O zaman biz hardan bilirik ki, x həmişə müsbətdir də və bu bərabərsizlik ödənəcək. Ona görə də burada nə etmək lazımdır? Şərt qəbul etmək lazımdır. Və şərtlər də az öncə dediyim kimi x böyük 0 olsa ayrı bir həll olur. X kiçik 0 olsa bu şərtlə də ayrı bir həllə baxırıq.
X bərabər 0-ı soruşsaz, X 0 ola bilmir. Məxrəcdə olduğu üçün məxrəcdə 0 olmaz. İndi X böyük 0 olsa, az öncə yazdığımı təzədən yazım. X 0-dan böyük olsa, nə olur? X toplansın 1 bölü X böyük bərabərdir. Bax, yuxarıdakı bu qaydaya görə 2 kök altında X vurulsun 1 bölü X. Yəni, nə olmuş olur buradan da? X toplansın 1 bölünsün X böyük bərabərdir 2. X böyük 0 halından bu nəticəni aldıq. X topla 1. Əgər X böyük 0 olsa, bu ifadə 2-dən böyük bərabərdir. Bəs ikinci halımız X 0-dan kiçik olsa, bu məsələni nətər həll eləyəcəyik? İndi belə deyəcəyik ki, X 0-dan kiçiksə, tamam. X üstə gəlsin 1 bölü X. Bu ifadə üçün koşi hesablanmasaq, koş bərabərsizliyi tətbiq edilə bilməz. Bəs nə edəcəyik? Tamam. X mənfi ədəddirsə, artıq bizim ikinci halımızda X mənfi ədəddirsə, X üçün koşu bərabərsizliyi tətbiq edə bilmirəm. İndi baxın kənarda. X tutaq ki, mənfi ədəddirsə, X kiçik sıfırdırsa, onda mənfi X ədədi də onun əksi müsbət ədəd olurmu? Ya da bunu bərabərsizlik şəklində belə yazaq. X əgər kiçik sıfırdırsa, onda hər tərəfi mənfiyə vursam, mənfi X böyük sıfırdır. O zaman mənfi X ədədi müsbət ədəddir. İndi X ədədi mənfidirsə, bunun üçün koşu bərabərsizliyi tətbiq edə bilmirəmsə, mənfi X ədədi üçün tətbiq edə bilərəm. Düzdürmü? Yəni, mənfi X ədədi sıfırdan böyükdür. Onda mənfi X üçün koşu tətbiq edə bilirik. Yəni, mənfi X ilə topla mənfi X-in əksi deyirəm, üzr istəyirəm, tərsi. Mənfi X ilə mənfi X-in tərsinin cəmi böyük bərabərdir. 2 kök altında mənfi X vurulsun mənfi 1 bölü X. Artıq bu ədədlərə koşu bərabərsizliyi tətbiq edə bilirik. Yəni, bunların cəmi böyük bərabərdir. 2 vurulsun həndəsə ortaları. Birinci ifadədə mənfini önə alsaq, X üstə gəlinsin 1 bölü X böyük bərabərdir. Mənfi X-i mənfi 1 bölü X-ə vuranda yenə köküncüsü 1 eləyir. Böyük bərabərdir 2. Bərabərsizliyin hər tərəfini mənfiyə vursam, nə olacaq? X toplansın 1 bölü X kiçik bərabərdir mənfi 2. İndi bu dediklərimizin özəti birinci haldan bu nəticəni aldıq. İkinci haldan isə bu nəticəni aldıq. Və bu iki halda aldığımız cavabları nəticədə birləşdirməliyik. Burada aldığımız cavab 2-dən böyük bərabər, yəni 2-dən müsbət sonsuzluğa idi. Burada aldığımız nəticə mənfi 2-dən kiçik bərabər, yəni mənfi sonsuzluqdan mənfi 2-yə qədər idi. Və iki haldan aldığımız cavabları birləşdirsək, o zaman deyəcəyik ki, X topla 1 bölü X funksiyasının qiymətlər çoxluğu, yəni Y, bərabər olacaq mənfi sonsuzluqdan mənfi 2-yə birləşdirək 2-dən müsbət sonsuzluğa. Və məsələlər isbat olunmuşdur. Ümid edirəm ki, faydalı olmuşdur. Gələn videoda görüşərik. Gələn dəfə izah edəcəyim, isbat edəcəyim məsələ yenə düzbucaqlı, üçbucaqdan maraqlı bir məsələ olacaq. Gələn videoda danışarıq. Sağ olun.